Hər vaxtınız xeyir olsun əziz şagirdlər. Bugünkü biz deməli, bugünkü videomuzda biz zərf mövzusunu izah edəcəyik. Ümumiyyətlə morfologiyada nitq kisələri ümumiyyətlə asan mövzudur, çox çətin mövzular deyil. Amma içərisində üç dənə mövzu var ki, üç dənə nitq kisəsi var ki, isimdir, zərfdir, bir də feildir. Uşaqlar, abituriyentlər, yəni bu bölmələrdə bir qədər çətinliklər çəkirlər, xüsusən zərflə zərfli seçilmə qaydasında. Hamısında əziyyət çəkirlər. Mən çalışacağım zərfi bir neçə video sığışdırıram. Çünki zərf bölməsi böyük bölmədir və öyrənilməli bölmədir. Zərflə zərfliyin fərqini də gələn dərslərdə izah edəcəm. Deməli, zərf yadınıza saxlayın ki, adətən hərəkətə aid olur. Bəzən deməli testlərdə suallar düşür ki, zərf həmişə hərəkətə aid olur. Xeyr, ümumiyyətlə yadınıza saxlayın. Bir haşiyyədən kənara çıxın. Əgər testlərdə demək olar ki, bax bu sözlər həmişədir, yalnızdır, e, ancaq, yəni məhdudlaşdırılan sözlər işlənirsə, əksər vaxtlarda o testlər səhv olur. Çünki Azərbaycan dili o qədər böyük bölmədir ki, orada yəni bu cür məhdudlaşdırıcı sözlər işləmək çox çətindir. Yəni bunu diqqətə alın. Zərf hərəkəti tərzini, zamanını, miqdarını, yerini bildirən nitq hissəsini zərf deyilir. Zərf morfoloji bir vahiddir. Bunu unutmayın. Zərfin gəlin suallarına baxaq. Ümumiyyətlə zərfin çətinliyi ondadır ki, zərf digər nitq kisələrlə çox ortaqlığı var, həddindən artıq. Əvvəlcə gəlin suallarına baxaq. Bax, birinci suallardan, ilk gələn suallardan necə nə cür sualıdır. Necə nə cür sualıdır. Necə nə cür sualı həm də sifətin sualıdır, həm də zərfin sualıdır. Bax, bu onu istər-istəməz sifətlə ortaq eləyir. Sonra, ə, nə vəziyyətdə, nə tərzdə bu heç bir sualın nitq hissəsinə ortaq deyil. Nə vəziyyətdə, nə tərzdə, tərz hərəkət zərfli sualdır. Bu zaten buradadır, amma bu sifətlə ortaqdır. Buraya zət sifətlə ortaqdır sual. Sonra məsələn tutaq ki, hara, haraya, sonra harada bilirsiniz bu sualları, haradan sualları. Bu da zərfin sualdır. Bu sual da bu suallar isimlə ortaqdır. Və diqqətli olun. Görürsünüz ortaq suallar. Necə seçiləcək bunları gələn bölmələrdə ola bilsin. İzah etdim, bəlkə test üzərində izah etdim, çatdıra bilsəm. Məsələn, nə qədər sualı sayla ortaq sualdır. Sayla ortaq sualdır. Sonra zərfin başqa bir sualı var. Məsələn, nə dərəcədə sualı var. Sonra ən çox işlənənlərdən bir nə zaman sualı var. Məsələn, haçan sualı var və s. Bu suallar hamısı zərflərin suallarıdır. Amma bunları qeyd etdiklərim sayla, sifətlə, ismlə olan ortaq suallar. Biz hardan bilirik ki, bunlar sifətdir, hardan bilirik ki, isimdir, saydır, hardan bilirik ki, zərfdir. Əlbəttə ki, yanlarında işlənən feillərdən, hərəkətə aid olub-olmamasından oradan bilə bilərik. Deməli, əziz şagirdlər, belə bir məqam var ki, deyirlər zərf həmişə hərəkətə aid olur. Xeyr, bu tamamilə yanlış bir fikirdir. Belə qeyd edilir ki, zərf əksərən hərəkətə aid olur və əksərən feillərin yanında gəlir. Məsələn, tutaq ki, deyirsiniz ki, gecə gəlmişdi. Məsələn, belə deyirsiniz. Məsələn, tutaq ki, deyirsiniz ki, tez çıxacam. Məsələn, tutaq ki, deyə bilərsiniz ki, məsələn, az danış. Bax, bunlar feillərin yanında gəlir. Biz buna rahatlıqla zərf olduqlarını tapa bilirik. Amma məsələn, tutaq ki, hərəkətin yanında gəlməyə də bilər. Feilə yox, digər nitqçələrə də aid ola bilər. Hətta zərfin özünə də aid ola bilər. Yəni, bunlarda biraz diqqətli olmaq lazımdır. Məsələn, tutaq ki, hava həmişə yağışlıdır. Baxın, görürsünüz? Bax, yağışlı sözü burada sifətdir, doğrumu? Həmişə, nə zaman həmişə? Zaman zərfidir, zaman zərfidir və yağışlı sözü sifətdir. Amma görürsünüz, zaman zərfin sualına cavab verdiyi üçün, yəni yanında nə olsun ki, sifətə gəlib başqa nitqçəsinə aid olmam, yeni zərf kimi işlənə bilir. Məsələn, tutaq ki, deyirsiniz ki, belə deyək də, axşam, məsələn, tutaq ki, e, qonaqlıq idi. Axşam
Qonaqlıq idi. Hə, qonaqlıqdır da, belə deyək, idini vura bilərsən, qonaqlıqdır. Qonaqlıq sözü isimdir, düzdürmü? İsimdir, isim, isimdir. Ə, axşam qonaqlığı idi. Nə zaman qonaqlığı idi? Axşam qonaqlığı idi. Zaman zərfinin də sualına cavab verir. Və bunlarda demək, diqqətli olmaq lazımdır. Diqqətli olmaq lazımdır. Yəni zərf əksərən hərəkətə aid olur. Yəni hərəkətə aid olmaya da bilər. Yanında digər nitqçələri işlənə də bilər. Məsələn, tutaq ki, indi gecdir. İndi gecdir. Baxın, geç sözünün özü də zərfdir. Zərf, zərfə aid olur. Zərf zərfə aid olur. İndi gecdir. Yaxşı, gəlin keçək zərfin quruluş növlərinə. Əziz abituriyentlər, zərfin quruluş əlbəttə ki, sadə, düzəltmə, mürəkkəb zərflər ola bilir. Deməli, sadə zərflər əlbəttə ki, bir kökdən ibarət olur və heç bir şəkilçisi olmur. Diqqətli olun, məsələn, tutaq ki, yazaq bura. Dəqiqə, düzəldim bunu. Məsələn, dünən, məsələn, axşam, məsələn, gecə. İndi bir şey burada qeyd edim mən sizə. Deməli, testlərdə ən çox uşaqların səhv saldığı, ya düzəltmə götürürlər, ya mürəkkəb zərflər kimi götürdükləri sözlərdən biri bildir sözüdür. Bildir sözü düzdür, çox işlənmir, amma bildir sözü sadə zaman zərfləri gedir. Elə bil ki, 2 il öncəki zamanı bildirir. Sonra bunlardan düşür ən çox sırağayın sözü. Bunlarla diqqətli olun. Testlərdə ilişdirən sözlərdir. Bir dənə də bir də inişi sözü var idi. Hə, inişi sözü var idi. Bax, 3 dənə söz. Bunlar sadə zərflər gedir. Bunlarda diqqətli olun. Yəni ay burada nə bilim bilməkdən bildir düzəlir, xeyr. Bu birbaşa kökdür. Yaxşı, tamam razılaşaq ki, gün sözü, axı bizdə sırağı sözü yoxdur. Ona görə bu da birbaşa kökdür. İniş sözündən durub inişi il götürməyin. Belə bir şey yoxdur. Bu da birbaşa kökdür. Ən çox testlərə bu üç söz düşür. Yaxşı, düzəltmə zərflərə baxaq. Sözsüz ki, zərfin də bir 14-15 dənə şəkilçisi var, amma ən çox biz işlənənləri yazaq, digərlərini də yaza bilərik. Məsələn, düzəltmə zərflər yazaq bura. Düzəltmə. Məsələn, belə yazaq. Cacə. Cacə uşaqlar ən çox belə deyək də testlərə düşənlər dillərin üzərinə cacə gəlirsə bərabərdir düzəltmə zərfə. Məsələn, tutaq ki, deyirsən ki, rusca danışırdı. Rusca danışırdı. Rusca danışır. Hətta siz fikir versəniz, cacə əgər deməli düzəltmə zərfdirsə, hətta bunu buradan çıxartmaq da olmur. Sonra biz burada qeyd edə bilərik casının şəkilçisini. Deməli, casının şəkilçisinin, ca şəkilçisinin homonimliyi çoxdur. Mən səhv etmirəmsə, mən o kanalında izah etmişəm. Necə onu seçirsiniz, hansı ədatdır, hansı zərfdir, hansı qoşmadır. Mən onu izah etmişəm qəşəng. Canın homonimliyi çoxdur. Amma casının homonimliyi yoxdur. Casına bütövlükdə özü zərf düzəldən şəkilçi olaraq gedir. Məsələn, tutaq ki, deyirsiniz. Tutaq ki, desən, o qorxaqcasına davrandı. Baxın, qorxaqcasına davrandı. Necə davrandı? Qorxaqcasına davrandı. Casına bütövlükdə leksik gedir. Yəni, bunun da homonimliyi yoxdur. Sonra lalə. Lalə şəkilçisində uşaqlar çox çaşırlar. Çünki lalə çox homonim şəkilçi həddindən artıq. Bağlayıcı kimi işlənə bilir, qoşma kimi işlənə bilir. Səhv etmirəmsə, bunlar bir yerdə mən izah etmişəm homonim şəkilçilər səsini. Kanalıma girib baxa bilərsiniz. Lalə şəkilçisi nə zaman zərf düzəldən şəkilçi olur? Mən uşaqlarıma, şagirdlərimi necə öyrədirəm? Necə sualına cavab verərsə, onda deməli bu zərf düzəldən şəkilçi ola gedir. Məsələn, tutaq ən çox da mücərrəd mənalı sözlərin işləri. Məsələn, tutaq ki, deyirsiniz ki, o cəsarətlə iş gördü. Məsələn, tutaq ki, deyirsən ki, o heyrətlə baxdı. Məsələn, tutaq ki, deyirsən ki, məsələn, zorla danışırdı. Məsələn, tutaq ki, deyirsən ki, güclə danışırdı. Və bu şəkildə diqqətli olun ki, bu suallarda necə sualına cavab verdin. Cavab versin. O halda zərf olur. Amma nə ilə sualına cavab verərsə, o zaman onda bir dəqiqə, nə ilə sualına cavab verərsə, o zaman onda əlbəttə ki, qoşma olacaq. Onda diqqətli olun, qoşma və bağlacı ola bilər. Daha doğrusu qoşma, üzr istəyirəm. Sonra ən şəkilçisi var burada.
Mənim iki cür halı yoxdur. Deməli, ən şəkilçisi var. Bəs sən tutaq ki, deyirsən ki, o qəsdən vurmuşdu. Qəsd sözün köküdür. Ən burada leksik şəkilçisidir. Tutaq ki, deyirsən ki, tutaq ki, e, ruhən çox yorulmuşam. Ruh sözün köküdür. Ən burada leksik şəkilçisidir. Sonra aşı şəkilçisi. Bu aşı şəkilçisi demək olar ki, testlərdə də özünüz görəcəksiniz. Yan və çəp sözlərin üzərinə daha çox qoşulur. Yan çəp yox, üzr istəyirəm, yan və çəp, AK şəkilçisini mən səhv saldım. Yan sözünə qoşulur, çəp sözünə qoşulmur. Məsələn, tutaq ki, deyək, yanakı oturmuşdular. Necə oturmuşdular? Yanakı oturmuşdular. Sonra aki şəkilçisi var. Elə bu qoşulur. Çəplə ən çox yan sözündən qoşulur. Yəni bu ikisindən ən çox testlərdə rast gələcəksiniz. Çəpə. O mənə çəpəki baxırdı. O mənə yanakı baxırdı və bu şəkildə yazaq bura. Yanakı baxırdı və bu şəkildə qoşulur. Sonra burada şəkilçi var. Deməli bizdə leksik şəkilçilərdən işlənir. Anə, yanə şəkilçi. Hətta fonetikadan yəqin ki, bu şəkilçi ilə siz tanırsınız. Şəkilçi ilə siz yəqin ki, tanırsınız. Səs uzanması olan bir şəkilçidir. Dahiyanə danışırdı. Məsələn, dost yana yanaşırdı və s. Dost yana yanaşırdı. Diqqətli olun bunlarda. Sonra bizdə zərfdə deməli lıq şəkilçisi var. Bir də zərfdə lıq plus da şəkilçisi var. Ayrı-ayrı şəkilçilərdir, amma hər ikisi də zərf cörünə şəkilçi. Lıq şəkilçisi necə olur? Əsasən zərfdən düzəldir. Məsələn, tutaq ki, həmişəlik. Ni mən yazmadım. Məsələn, həmişəlik. Baxın, həmişəlik. Bir də var, məsələn, lıqda. Məsələn, tutaq ki, birlikdə. Bir sözündən. Birlikdə. İki şəkilçi, hətta bunu bəzi kitablarda lıqda yazırlar, köhnə kitablarda, amma hal-hazırda bu ayrılmış şəkildə gedir, amma yenə də istifadə olunur. Məsələn, tutaq ki, təklikdə. Məsələn, tutaq ki, cəmlikdə və s. Sonra burada şəkilçi var. Məsələn, G şəkilçisi ən çox testlərə düşür, birgə sözü düşür, birgə. Məsələn, tutaq ki, burada var başqa hansı şəkilçi var bizdə? Hə, çox məşhur şəkilçilərdən və uşaqların çox çaşdırdığı şəkilçilərdən biri dar şəkilçisidir. Adətən dar şəkilçisi zaman məzmunu sözlərin üzərinə gəlir. Belə yazaq. Məsələn, qışda, gündə, məsələn, yayda, məsələn, payızda. Bunu yazım. Gündə, qışda, gündə, yayda, payızda. Məsələn, tutaq ki, yazda. Məsələn, tutaq ki, sonda. Məsələn, bax, bu şəkilçilərdə diqqətli olun. Ən çox dar şəkilçisi özüdür ki, nə zaman sualını verəcək sizə. Baxın, bax, nə zaman sualı ilə siz tapa biləcəksiniz. Əgər zərfləri tapmaqda çətinlik çəkirsinizsə, çalışın suallarını ona verin. Sualları verəndə zərfli sualı, xüsusən zaman zərfləri çox işlənən olduğu üçün, yəni onları rahatlıqla tapa bilərsiniz. İndi test üzərində çalışmaq biraz işləyir, amma inşallah ki, əlimdən gələcəm ki, izah edeyim. Sonra dan şəkilçisi var. Dan şəkilçisi var. Dan şəkilçisi də omonim şəkilçidir. Bunların əksəriyyəti omonim şəkilçilərdir. Məsələn, tutaq ki, deyirsən ki, atam birdən qışqırdı. Necə qışqırdı? Birdən qışqırdı. Tutaq ki, deyirsən ki, ucadan oxudu qız. Necə oxudu? Ucadan oxudu. Sonra buradan, məsələn, ən çox işlənir testlərdə hərdən sözü. Hərdən sözü. Sonra 13-cü şəkilçinə götürə bilərik. Bizdə araq şəkilçisi var. Düzdür, testlərə lap da çox düşmür, amma işlənir. Araq şəkilçisi var. Araq şəkilçisi omonim şəkilçisidir. Beyli bağlama şəkilçisi ilə omonimdir. Biz bunu hardan bilirik? Əgər araq şəkilçisində vurğu düşürsə, onda vurğu araq şəkilçinin üzərində olacaq. Məsələn, tutaq ki, o qaçaraq gəldi. Məsələn, tutaq ki, deyirsən, qaçaraq gəldi. Sual verirsən ki, necə gəldi? Qaçaraq gəldi. Əgər bu A-nın üzərinə düşərsə,
onda feili bağlama şəkil etisi olacaq. Bundan diqqətli olasınız. Bu qədər şəkil etisi məncə yəni ən çox işlənən şəkil etilər bunlardır. E, Deməli biz keçək sonra mürəkkəb zərflərə. Əziz şagirdlər, ümumiyyətlə belə götürəndə mürəkkəb sözlərin yazılışı çoxdur. Sadə sözlərin təkrarı var, düzəltmə sözlərin təkrarı ilə var. Sonra ə, antonim sözlərin təkrarı ilə var. Üzr istəyirəm, antonim sözlərin istifadəsi ilə olan mürəkkəb zərflər var. Bir tərəfi işlənən, bir tərəfi işlənməyən var. Bir sözünlə düzələnlər var. Yəni çoxdur, mürəkkəb zərflər çoxdur. Məsələn, tutaq ki, müxtəlif mənalı biz necə deyə bilərik? Dil ucu. Baxın, müxtəlif mənalı. Məsələn, dil ucu. Məsələn, göz ucu. Məsələn, tutaq ki, üz aşağı. Sonra biz nəyi deyə bilərik? Bab bitişdiricisi var. Bab bitişdiricisi yəqin ki, əksəriyyətiniz bilirsiniz. Bab bitişdirici ən çox səhv düzəldən şəklimiz deyirsiniz ki, qapılar taybatay açıldı. Taybatay açıldı. Uşaqlar dalbadal düzülmüşdülər. Baxın, dalbadal, dalbadal düzülmüşdülər. Düzdürmü? Sonra bir də bir şey etmək istəyirəm. Testlərdə ba bitişdiricisi ilə olan, amma zərf olmayan bəzi sözlər var. Məsələn, bu hansılardır? 3-4 dənə söz olmalıdır bunlar. Rəng, rəngbərəng. Sonra cürbəcür, cürbəcür. Sonra növbənöv. Sonra rəngarəng sözlər. Növbənöv, sonra rəngarəng. Rəngarəng. Baxın, bu sözlər sifət. Siz bunu hardan seçə bilərsiniz? Yanında sözlər işlətməklə. Məsələn, tutaq ki, deyirsiniz ki, ə, süfrəyə cürbəcür nemətlər düzülmüşdü. Baxın, cürbəcür nemət. Görürsünüzmü? Sifət olduğu üçün yanında isim istəyir. Amma yuxarıdakı nümunədə qapılar taybatay açılmışdı. Bunlarda diqqətli olun. Deməli, sonra bizdə var, məsələn, eyni sözün təkrarını. Məsələn, tutaq ki, asta-asta yerimək. Asta-asta yerimək. Eyni sözün təkrarı ilə. Sonra bizdə var, deməli, belə götürək də, bir tərəfi şəkilçili və şəkilsiz işlənən var. Məsələn, tutaq ki, deyirsiniz yan-yana. Baxın, yan, yana. Yan sözü var, yanına da bir dənə A artırır, olur. Sonra bizdə var yaxın mənalı sözlərlə. Tutaq ki, deyirsiniz ki, məsələn, ara-sıra. Ara-sıra bizə gələrsən, düzdürmü? Və sonra antonim sözlərinə gec-tez, baxın, çox işlənir. Gec-tez, məsələn, tutaq ki, deyirsiniz, səhər, axşam. Məsələn, tutaq ki, uzaq, yaxın və s. Sonra bizdə var, məsələn, tutaq ki, bir tərəfi və ya da hər iki tərəfi işləmir. Məsələn, xısın-xısın. Xısın-xısın. İşlənmir. Məsələn, dizin-dizin. İşlənmir. Sonra var, için-için. Sonra burada var, ən çox uşaqların səhv saldığı, bax, bir sözündən düzələndir. Deməli, belə götürək də, buna yönlü kal şəkilçisi artırmaqla düzəlir. Onu qeyd edirik biz burada. Məsələn, tutaq ki, 1-ə 5. 1-ə 5. 1-ə 10. Adətən mən uşaqlara deyirəm ki, bir üstü olan rəqəmlərlə istifadə olunanlar zərf deyil, zərfdir. Uşaqlar o şəkildə daha yaxşı tapırlar. Bir də yadınıza saxlayın, eyni sayların təkrarı ilə olanlar, məsələn, uşaqlar deyirsiniz, bir-bir oturmuşdular. Eyni sayların təkrarı ilə olanlar say deyil, zərf sayılır. Sonra burada var, düzəltmə sözlərlə olanlar. Bax bunlarda diqqətli olun. Məsələn, tutaq ki, deyirsiniz, o ağıllı-ağıllı danışırdı. Yəni bunlarda diqqətli olun. Ağıllı sözü heç çaşdırmasın ki, l orada sifət düzəldən şəkildə bəs mən o sifət götürüm. Yox, siz fikir versəniz, ağıllı-ağıllı danışırdı deyirəm. Ona görə onlar zərf olaraq götürülür. Testlərdə də bu var. Ağıllı-ağıllı danışırdı. Hatta birini yazmadım səhv. Ağıllı-ağıllı danışırdı.
Sonra əziz şagirdlər, bir də testlərdə şagirdləri çaşdıran deməli bu ilə, o ilə və hərlə olan birləşmələrdir. Məsələn, bu gün, tutaq ki, o gün, tutaq ki, hər zaman. Bax, bunlarla diqqətli olun. Əgər bunlar üç, məsələn, tutaq ki, birlikdə bunlar nə zaman sualına cavab verərsə, onda zaman zərfi olurlar. Zaman zərfi olurlar. Məsələn, bugün sizə gələcəm. O gün ağlamışdın. Hər zaman qəlbimdəsən. Görürsüz? Zaman zərfidir. Amma bu sözləri ayıra bilirəmsə, məsələn, tutaq ki, deyirsiniz ki, tutaq ki, belə bir nümunə deyək sizə. Məsələn, bu günü unutmayacağam. Bu günü unutmayacağam. Nəyi? Günü hansı günü bugün. Yəni sən orada vurğulusan ki, hansı günü. Belə olan halda bunlar ismi birləşmələr olur. Və bu şeylərdə diqqətli olun. Əgər ki parçalaya bilirsinizsə, əgər ki ayrıca sual verə bilirsinizsə, onda ismi birləşmə şəklindədir. Əgər verə bilmirsinizsə, onda zaman zərfləri olur. Hətta belə deyək, belə bu şəkildə də ola bilər. Məsələn, tutaq ki, hər uşaq bacarıqlıdır. Baxın, bu burada da ayrılır. Kim bacarıqlıdır? Uşaq. Hansı uşaq? Hər uşaq. Gördünüzmü? Parçalaya bildik. Yəni burada artıq zərf olmayacaq. Bu şəkildə, yəni sağ tərəfdə yazdığım hissədə zaman zərfləridir. Amma digərlərinin hamısında isə yəni ki, ismi birləşmədir. Zərf haqqında ümumi məlumat elə ki, bu qədər. Zərfin məna cümlələrini mən burada izah etməyəcəm. Çünki zərfin məna cümlələri özü böyük dərsdir. İndi onu birazdan o dərsə ayrıca yükləyəcəm. Amma mən zərfin bəzi şəkillərin homonimini öz kanalımda izah etmişəm. Necə tapmaq olar ki, hansı zərfdir, hansı ədatdır, hansı qoşmadır. İnşallah izləyib baxarsınız. Sağ olun, salamat qalın.